Əsas dağ əmələ gəlmə mərhələləri hansılardır? Biz deyirik ki, ən qədim dağ əmələ gəlməsi Baykal dağ əmələ gəlməsidir. Həmin dağlar Baykal gölünün ətrafında Pribaykaliya və Zabaykaliya olmaqla adlandırılmışdırlar. Daha sonra gəlir Paleozoy erasında yaranan dağlar. Bu dağlar Kaledon Hersin qırışıqlığına aiddir. Bu dağlar hansılardır? Paleozoyda yaranan əsas bölgə Kaledon Hersin qırışıqlığı, Skandinaviya dağları, Appalaç dağları, Kap və Əjdaha dağları, Böyük su ayırıcı dağları, Qazaxıstan xırda təpəliyi, Altay, Sayan və Tian-Şan dağları aiddir. Sonra gəlir Mezozoyda Kimmeri qırışıqlığı. Mezozoyda Kimmeri qırışıqlığına aiddir. Verxanyas, Çeyx, Sxotu-Alin, Tibet, Kunlun və Stanavoy silsiləsi. Kordillerin şərq hissəsi qayalı dağlar. Sonra gəlir Kaynazoy dağ əmələ gəlmə mərhələsi. Kaynazoy dağ əmələ gəlmə mərhələsində yaranan dağlar cavan dağlar hesab olunur. Bu dağlar Alp qırışıqlıq dağ əmələ gəlmə mərhələsinə aiddir. Bu dağlar hansılardır? Kordillerin qərb hissəsində sahil sıra dağları, Ant dağları, Atlas dağları, daha sonra Piriney, Apenin, Balkan, Alp, Pont, Tavır, Qafqaz, Zagros, Himalay, Pamir dağları, eyni zamanda Tian-Şan, Altay və Sayan dağları Paleozoyda yaranan dağlar olmasına baxmayaraq, Kaynazoy erasında yenidən fəallaşmağa məruz qalan dağlardır. Əsas dağ əmələ gəlmə mərhələləri 3 dənədir. Təzədən təkrar edirəm. Paleozoy, Menozoy və Kaynazoy erasında yaranan dağlar. Paleozoyda yaranan dağlar Kaledon Hersin qırışıqlığına aiddir. Mezozoyda yaranan dağlar Kimmeri qırışıqlığına aiddir. Kaynazoyda yaranan dağlar isə Alp dağ əmələ gəlmə mərhələsinə aiddirlər.